Buyurun Və sən. gəlib müalicələrdən əgər bilinirsə gözdəyən kimdir? Necə ki, Əmr ibn Rabiyyənin hadisəsində Peyğəmbər s.ə.v əmr edir ona yuyunsun. Əmr edir ona yuyunsun və o da yuyur əllərini, üzünü, dirsəklərini, ayaqlarını, yəni topuqlara qədər və əmr edir ona həmçinin yuyusun izarının arasında və ya paltarının arasında olan əzalarını və sonra əmr edir gözü dəyən, yəni səhlin üzərinə töksün və o da onun üzərinə tökür və həmçinin arxasından da suyu tökür və gəlir hədisdə ki, sağalır sanki heç bir şey olmuyor. Yəni gözü dəyən adam dəstəmaz alır. Ya dəstəmaz alır, necə ki Ayşə radiyallahu anh hədisində gəlir ki, dəstəmaz almaq da kifayətdir. Gəlir ki, Ayşə radiyallahu anh gözü dəyənə deyirdi ki, dəstəmaz al və sonra göz dəyən həmin o suda yuyunurdu və onunla da sağalırdı. Yaxud da o yuyunur, yəni çimən kimi olur, yəni ehtiyac deyil tam çimsin. Bəzi əzalarını yuyur, üzünü, əllərini, dirsəklərini, ayaqlarını və ya izarın altında olan əzalarının bəzi hissəsini, yəni budunu və s. və sonra o suyu göz dəyilən, yəni xəstənin üzərinə tökülür və ya arxadan üzərinə tökülür və o onun üçün şəfadır, yəni onunla aradan qalxır göz dəymə. Və gəlib bu cür, yəni Peyğəmbər s.ə.v əmr edib belə edən və bəzi rəvayətlərdə gəlir ki, fəidə, yəni sizdən tələb olunsa yuyunmaq, yuyunun. Sizdən tələb olunmasa yuyunmaq, yuyunun. Necə ki, səhlin hədisində gəldiyi kimi və bu göstərir ki, əgər bilinirsə gözü dəyən insan kimdir, ona deyilirsə ki, yuyun, göz dəyən insan, yəni xəstə sağalsın deyə onun üzərinə tökür, ona vacib olur yuyunmaq. Dəstəmaz almaq. Dəstəmaz almaq və ya yuyunmaq ona artıq vacibdir. Bəzən görürsən, belə bir hadisələr olur, məsəl üçün, deyir, mən utanıram, bilirəm ki, gözü deyib, amma gəlib ona deməyə utanıram deyir. Utanmaq deyib, Peyğəmbər s.ə.v-in əmri də fəidə stəxsiltum fəxsilu, sizə əmr olunsa ki, yuyunun, yəni yuyunun. Yəni yuyunmaq sizə əmr olunanda yuyunun. Peyğəmbər s.ə.v-nin əmridir, yəni o da vacibdir gəlir. Ona görə gözdəymədə, müalicədə əgər bilinirsə kimin gözü dəyib, müalicə usulu həmin kəsin yuyulmasıdır. Yox, əgər bilinmirsə kimin gözü dəyib, onda müalicə usulu ruqiyyə deyə şəriətin icazə verdiyi qaydada, necə ki, keçən dərslərdə toxunmuşuq, Allahın kitabı ilə və Peyğəmbər s.ə.v-dən varid olan dualar və zikirlərlə, həmçinin zəmzəm suyu ilə necə bəzi alimlər buyurub, çünki zəmzəm suyu nə üçün içilir, ona şəfadır. Və eləcə də balla deyənlər var, çünki bal da şəfadır xəstəliklərdən. Əgər o gözdəyən insanı tapmasa, onda necə? Gözdəyən insan tapılmasa ruqiyyə ilə. Şəriətin icazə verdiyi ruqiyyə ilə. Ona görə gəlib Peyğəmbər s.ə.v icazə verib ruqiyyədə gözdəymədən və zəhərdən və həmçinin nəmlə adlanan xəstəlik, yəni yaradır, bədəndə çıxır, çiban kimi, o xəstəlikdən ruqiyyə etməyə icazə verdi. Və həmçinin gəlib ki, Peyğəmbər s.ə.v icazə verib gözdəymədən və ilan sancmasından ruqiyyə etməyi. Və Peyğəmbər dedi ki, Cəbrail Peyğəmbər s.ə.v ruqiyyə edib, gözdəymədən də. Ona görə Peyğəmbər s.ə.v şikayət etdiyi bir ərəfədə Cəbrail gəlir yanına, deyir ki, ey Məhəmməd şikayət edirsən, Allahın adıyla səni ruqiyyə edirəm, hər sənə əziyyət verən hər bir şeyin şərindən və Cəbrin rəvayətində gəldiyi kimi deyir ki, daha doğrusu Əbu Səid el-Xudri'nin rəvayətində gəldiyi kimi deyir ki, hər həsəd edənin və gözü dəyənin şərrindən. Həsəd edənin gözü dəyənin şərrindən, bəzi rəvayətlər ki, nəfsin, yəni gözün şərrindən. Burada sual verirlər ki, çiməndə yuyunanda nəsə demək lazımdır? Heç bir şey deyilmir, yox. Heç bir şey deyilmir. Sadəcə yuyulur. Əgər bilinirsə həmin adamın gözü dəyib yuyulur. Bəli.